çox sevilən həmin o lavaş reseptini yenidən yoxlamaq istədim. Deməli 4-5 ədəd lavaşı götürürsüz, rol formasında kəsirsiniz. Keçən dəfə bu resept 300 mindən çox izlənmişdi. Əminəm ki, bu dəfə daha çox izlənəcək. Deməli, qatıq götürürük sosu üçün 2 ədəd yumurta əlavə edirik, duz və istiot əlavə edirik, biraz da duru yağ əlavə edib qarışdırırıq. Keçən reseptdə yumurta əlavə etməmişdim, yazmışdınız ki, əlavə elə, ona görə əlavə etdim. Deməli, bir dənə qab götürürük, lavaşları əlavə edirik. Üzərinə didilmiş toyuq sinəsi əlavə elədim. 200 qram ola bilər, yəni daha çox da ola bilər istəsəz. Üzərinə sosu əlavə edirsiniz və yaxşıca qarışdırırsınız. Tam sosu yaydıqdan sonra tavanı yağda qızdırıb, üzərinə həmin qarışımı əlavə edib hər iki üzünü qızardırsınız. Dadını siz özünüz təsəvvür eləyin, həqiqətən çox ləzzətlidir, həm də ekonomik bir reseptdir. Bu resepti həm səhər, həm axşam yeməyində istədiyiniz vaxt yeyə bilərsiniz. Çox ləzzətli idi, nuş olsun.